Salam uşaqlar, hər vaxtınız xeyir olsun. İndi sizinlə 7-ci sinif fizika dərsliyinin ikinci hissəsinin mövzusu olan sürtünmə ilə elektriklənmə mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacaq. Amma dərsə keçid etməzdən əvvəl onu da bildirmək istərdim ki, bu kimi videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və təkliflərinizi də şərh bölməsində yazaraq mənimlə bölüşə bilərsiniz. Həqiqətən bu kimi videoların hazırlanması çox miqdarda zaman və vaxt tələb edən, həqiqətən zəhmət tələb edən bir məsələdir. Odur ki, dəstəyinizi unutmayın. Öyrəndiklərinizi tətbiq edin hissəsindəki birinci tapşırığa baxaq. Birinci tapşırıqda deyir ki, saçınızı daradığınız zaman saçınız və daraq elektriklənir. Saçınızın və darağın elektrik yüklərinin cəmi nəyə bərabərdir? Əlbəttə ki, uşaqlar, saçın və darağın elektrik yüklərinin cəmi sıfıra bərabərdir. Çünki sürtünmədən əvvəl cisimlərin ümumi elektrik yükü nəyə bərabərdirsə, əlbəttə ki, sürtünmədən sonra da eyni olacaq. Daraq və saat sürtünmədən əvvəl neytral idi. Yəni onların hər birinin elektrik yükü sıfıra bərabər idi. Sürtünmə zamanında elektronların biri digərinə keçir və bu zaman yenə də son olaraq elektrik yükləri cəmi sıfıra bərabər olur. Nəyi demək istəyirəm? Baxın, saçımız daraq vasitəsilə darandığı zaman saçımız müsbət, qoy buradan yazım, deməli aşağı hissədən yazım. Saçımız müsbət, saç müsbət, amma daraq isə mənfi yüklənir. Və tutaq ki, bizim saçımızdan darağa 10 elektron keçir. Və son olaraq yükümüz nəyə bərabər olacaq? Onu bilmək istəyirik. Saçımızdan əgər darağa 10 elektron keçirsə, demək ki, saçımızda elektronların sayı azalır, yəni müsbətləşir. Bu zaman müsbət 10E elektrik yükünə malik olur. Daraq isə 10 elektron keçdiyinə görə daraqda elektronların sayı artır, çoxalır və buna görə də daraqda da mənfi O elektrik yükünə malik olur. İndi bizdən soruşur ki, bunların cəmi nəyə bərabər olar? Cəmini də topladığım zaman əlbəttə ki, sıfıra bərabər olmuş olar. Belə, yine ikinci suala baxaq uşaqlar. İkinci sualda deyir ki, şüşə və plasma çubuqların ipək parça ilə sürtdükdə onlar elektriklənir. A variantında soruşur ki, elektriklənmə ardıcıllığı cədvəlindən istifadə edərək çubuqların hər birinin yükünün, elektrik yükünün işarəsini tapın və cavabınızı əsaslandırın. Yaxşı. Baxın, biz mövzu izahında öyrənmişik onu. Sırayla istəyirəm bir daha yazın. Mövzu izahında cisimlərin elektriklənmə ardıcılığı verilmişdi. Birinci sırada nə idi? Şüşə idi. Daha sonra var idi yun, ipək, kağız, pambıq və plastmas. Və demişdik ki, uşaqlar, yuxarıdan aşağı düşdükcə, yəni yuxarıdan aşağıya gəldikcə, bax tutaq ki, mən şüşəni yun parça ilə sürtmək istəyirəm. Şüşəni yun parça ilə sürtdüyüm zaman, axı, yun parçada şüşə aşağıdan yerləşir. Ona görə də bu zaman şüşənin elektrikləri, yəni elektronları yun parçaya keçəcək. Şüşənin elektronları yun parçaya keçdiyinə görə yun parça mənfi, şüşə isə müsbət yüklənəcək. Yəni hər sonraki, bax məsələn tutaq ki, mən şüşəni ipək parça ilə sürtmək istəsəm, bu zaman ipək parça şüşədən aşağıda yerləşir axı. Ona görə də şüşənin yenə də elektronları gəlib keçəcək ipəyə, yenə də ipək mənfi yüklənəcək, şüşə isə müsbət yüklənmiş olacaq. Yəni hər sonraki yerləşdiyi, məsələn, şüşəni yenə də deyirəm, pambıqla əgər sürtərəmsə, pambıq yenə də şüşədən aşağıda yerləşdiyinə görə pambıq mənfi, şüşə yenə də müsbət olacaq. Yox, əgər, indi mən bunları silim, tutaq ki, plasmas çubuğu mən ipək parça ilə sürtərəmsə, baxın, plasmas aşağıda yerləşir, ipək parça yuxarıda yerləşir. Mən əgər ipək parça ilə sürtərəmsə, bu zaman ipək yenə də elektronların plasmasa verəcək. Yəni,
Aşağıda qalanı ötürür elektronlar. İpək yenə də elektronun verdiyinə görə bu dəfə plasmas mənfi yüklənəcək. Amma ipək parça isə müsbət yüklənəcək. Yaxşı. Amma tutaq ki, mən şüşəni, onu fərqli rəylə göstərim. Şüşəni ipək parça ilə sürtmək istəsəydim, bu zaman şüşə öz elektronlarını ötürəcəkdi ipəyə. İpək olacaqdı mənfi, şüşə olacaqdı müsbət. Yəni bu elektriklənmə ardıcıllığını müsbət şəkildə bilmək lazımdır. İndi bunları silim. İndi deyir ki, bundan istifadə edərək uşaqlar verilənləri yazmaq lazımdır. Yazaq. Elektriklənmə ardıcıllığı cədvəlindən istifadə edərək çubuqların hər birinin elektrik yükünün işarəsini tapın. Cavabınızı əsaslandırın. Şüşə və plasmas çubuqları ipək parça ilə sürtdükdə. Dediklərimdir yenə də. Şüşəni mən əgər ipək parça ilə sürtərəmsə, bu zaman, yox, mən plasmasla sürtdüm, bir dəqiqə, silin bunu. Şüşəni əgər ipək parça ilə sürtərəmsə, bu zaman ipək parça aşağıda yerləşdiyinə görə ipək parça, cavabın qarşısında yazın, ipək parça mənfi, şüşə, müsbət işarə ilə yüklənəcək. Və daha sonra plasmas çubuqları ipək parça ilə sürtdükdə. Əgər mən yenə də deyirəm, plasmas çubuğu ipək parça ilə sürtsəm, bunu yenə də silirəm və yazmaq istəyirəm. Plasmas çubuğu ipək parça ilə sürtsəm, bu zaman plasmas aşağıda yerləşdiyinə görə plasmas mənfi, ipək parça isə müsbət yüklənəcək. Yaxşı, bayaqlar əslində dediklərimdir yenə də hər biri. Sonra B variantına baxaq. B variantında bizdən nəyi soruşur? Sürtünmədən sonra hər üç cismin elektrik yüklərinin cəmi nəyə bərabərdir? Bax, yenə də deyirik onu. Sürtünmədən sonra fərqi yoxdur. Onun elektrik yüklərinin cəmi hamısı yenə də sıfıra bərabərdir. Yəni, əvvəlki elektrik yükünə bərabər olur. Sürtünmədən sonra elektrik yükü Q bərabərdir, sıfıra bərabər olmuş olur. Sonra bunu da yazdıq və üçüncü suala baxaq. Plasmas cismi yun parça ilə sürtdükdə cisim mənfi, yun parça isə müsbət elektrik yükü ilə yüklənir. Bu deməkdir ki, sürtünmə zamanı elektronlar yun parçadan plasmas cismə keçib. Elektronların plasmas cisimdən yun parçaya deyil, yun parçadan plasmas cismə keçməsinin səbəbi nədir? Baxın, deyir ki, niyə görə? Bayaqlar izah etdiyimizdə də elektronlar plasmas cisimdən yun parçaya keçmir, amma yun parçadan plasmas cismə keçir. Səbəb nədir ki? Səbəb ondan ibarətdir ki, uşaqlar. Çünki plasmas cisim elektronları daha böyük qüvvə ilə cəzb edir. Və daha böyük qüvvə ilə cəzb etdiyinə görə plasmas mənfi, digərləri isə müsbət yüklənmiş olur. Yəni, səbəb ondan ibarətdir ki, plasmasın cəzb etməsi daha böyükdür. Elektronlar cəzb etməsi daha böyükdür. Belə, indi keçək uşaqlar öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən nəyi soruşur? Deyir ki, neytral A cismindən 5 elektron B cisminə keçir. Bu cisimlərin hər birinin elektrik yüklərinin qiyməti və işarəsini təyin edin. Deməli, neytral A cismindən B cisminə 5 elektron keçir. Əgər A cismindən B cisminə 5 elektron keçirsə, demək ki, axı mənfi yük keçir digərinə. Demək ki, A cismi müsbət yüklənəcək. Müsbət 5 elektrona malik olacaq. Amma B cismi axı qəbul edir elektronu. Qəbul etdiyinə görə elektronlar onda çox olacaq. Ona görə də mənfi 5-yə bərabər olacaq. İkinci sual. Şüşə və plasmas çubuqları ipək parça ilə sürtdükdə hər iki çubuq elektriklənir. Ancaq ipək parçaları bir-birinə sürtdükdə elektriklənmə baş vermir. Bunun səbəbi nədir? Çünki uşaqlar,
İpek parçanı diğer ipek parçaya sürttükdə elektronların transferi baş vermir. Çünki hər iki cisim eyni maddədən təşkil olunub, yəni atomları eynidir. Ona görə də elektronlar bir cisimdən ayrılıb digər cismin elektronlarına birləşmir. Çünki hər ikisi eyni miqdarda digərini cəzb edir və yaxud da itələyir axı. Bir qüvvə digərindən üstün olmadığına görə biri digərinə keçmiş olmur. Səbəb bundan ibarətdir. Daha sonra keçək uşaqlar 3-cü tapşırığa. 3-cü tapşırıqda bizə deyir ki, aşağıda verilənlərdən hansı doğrudur? Müxtəlif maddələrdən hazırlanmış iki cismi bir-birinə sürtdükdə. Deməli, müxtəlif maddələrdən hazırlanmış cismi bir-birinə sürtdükdə. Əlbəttə ki, biri mənfi, digəri müsbət yüklənər. Bax, C variantı. İndi yuxarıdakılar niyə görə olmaz, onu izah edeyim. Biri elektriklənər, digəri neytral qalar. Olmaz axı uşaqlar. Əlbəttə ki, birindən digərinə elektron keçəcək. Bu zaman hər ikisi yüklənmiş olacaq. B variantı da deyir ki, hər ikisi eyni işarəli yük qazanır. Olmaz axı, biri digərinə keçirsə, əlbəttə ki, biri müsbət olar, digəri isə mənfi. Ona görə B işarəsi də, B variantı da olmaz. Doğru cavab C variantıdır. 4-cü sual. A və B cisimləri ipək parça ilə sürtdükdə A cismi müsbət, B cismi mənfi yüklənir. Bu cisimlər elektriklənmə ardıcılığı cədvəldəki hansı maddələrdən hazırlanmış ola bilər? Yenə də elektriklənmə ardıcıllığını nəzərimizə çatdıraq uşaqlar. Və yadımıza gəlir ki, orada demişdik ki, şüşə, yun, ipək, kağız, pambıq, plasmas. Və şimdi bizdən soruşur ki, A və B cisimləri ipək parça ilə sürtdükdə, ipək parça baxın uşaqlar ortada yerləşmişdi də, ondan əvvəl nə var idi ipək parçadan əvvəl? Şüşə və yun var idi. Demək ki, istəsəz bunu bir daha yaza bilərsiniz. Yazaq, şüşə, yun, ipək, kağız idi, pambıq, bir də plasmas. Bax, ipək parça harada yerləşir? Ortadadır. Özündən yuxarıdakı cisimlərlə sürtüldükdə bu zaman ipək parça mənfi, digər yuxarıdakılar isə müsbət olacaq. Bax, özündən yuxarıdakılarla sürtüldüyü zaman ipək parça mənfi, özündən yuxarıdakı şüşə və yun isə müsbət yüklənəcək. Bunu qeyd etdik. Aşağıda, yəni ikinci hissəsi isə bundan ibarətdir ki, yox, əgər ipək parça özündən aşağıdakılar nədir? Kağız, pambıq, plasmas. Əgər bunlarla sürtülərsə, bu zaman ipək parça müsbət, digər aşağıdakılar isə hər biri mənfi yüklənmiş olacaq. Belə, səbəb yalnız bundan ibarətdir. 5-ci sual. Şəkildəki çubuqların elektrik yüklərinin işarəsini müəyyən edin. Baxın, şəkildə verib ki, iki çubuq var. İki çubuğu burada göstərib ki, birinci çubuqlar bir-birini itələyir. Fikir verin. Birinci çubuqlar bir-birini itələyir. İtələnmə nə zaman olur uşaqlar? Eyni işarəli olduqda, ya yuxarıdakılar hər ikisi müsbətdir, aşağıdakı da müsbətdir. Hər ikisi müsbət olduğuna görə bir-birini itələyir və yaxud da uşaqlar, indi bunu da silim, və yaxud da yuxarıdakı da mənfidir, aşağıdakı da mənfidir. Hər ikisi mənfi olduqda da itələyir. Demək ki, buraya yazaq, yuxarıdakı A variantında ya hər ikisi mənfidir, hər ikisi mənfi və ya hər ikisi müsbətdir. Yaxşı. B variantına fikir verin, bir-birini cəzb edir. Cəzb edirsə, demək ki, müxtəlif işarəlidir. Ya yuxarıdakı müsbətdir, aşağıdakılar mənfi və yaxud da, bunu silim, yuxarıdakılar mənfidir, aşağıdakılar müsbət. Yuxarıdakılar mənfidir, aşağıdakılar müsbət. Yəni, cəzb etmə varsa, hər ikisi müxtəlif işarəlidir. Yox, əgər itələnmə varsa, hər ikisi eyni işarəlidir. Belə, 5-ci sualda izah etdikdən sonra keçək indi
Altıncı suala. Şagirdlər pambıq parçanı elektriklənmə ardıcıllığı cədvəlindəki cisimlərin biri ilə sürtdükdə pambıq parça müsbət, həmin cismi isə mənfi elektrik yükü ilə yükləndi. Həmin cismin hazırlandığı maddəni müəyyən edin. Pambıq parça hansı maddədən hazırlanmış cisimlə sürtünsəydi, mənfi yüklənərdi. Baxın, pambıq harda idi? Pambıq aşağıdan ikinci. Bax, onu yenə də yazaq. Sıralama necə idi? Şüşə, yun, ipək, daha sonra kağız, pambıq, bir də plasmas. Bax, pambıq hardadır? Burada, aşağıdan ikinci. İndi deyir ki, cisimlərdən biri ilə sürtdükdə pambıq parça müsbət, həmin cisim isə mənfi. Pambıq müsbət yüklənir nə zaman? Özündən aşağıdakına elektronu verdikdə, özündən aşağıda da plasmasdır. Demək ki, pambıq plasmasla sürtülüb ki, öz elektronunu verib plasmasa, plasmas mənfi yüklənib, özü isə müsbət yüklənib. Demək ki, pambıq nə ilə sürtünüb? Plasmasla sürtülüb, onu yazaq. Plasmasla sürtülüb. Amma ikinci sualda deyir ki, bu birinci sualın cavabıdır. Pambıq parça hansı maddədən hazırlanmış cisimlə sürtünsəydi, mənfi yüklənərdi. Özündən əvvəlkilərlə sürtünsəydi əgər, o zaman məsələn şüşə, yun, ipək və yaxud da ki kağız bunlardan biri ilə sürtünsəydi, o zaman həmin maddə, məsələn yun parça ilə sürtünsəydi, yun parça özü öz elektronunu ötürərdi pambığa. O zaman pambıq mənfi yüklənərdi. Digərləri hər biri müsbət yüklənmiş olardı. Yaxşı. Demək ki, hansı parça ilə sürtülsəydi, yun, ipək, kağız, şüşə. Belə uşaqlar, biz sizinlə bu şəkildə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxmış olduq. Yenə də əgər fikir və təklifləriniz varsa, şərh bölməsində yazaraq fikirlərinizi mənimlə bölüşə bilərsiniz. Sağ olun uşaqlar, gələn görüşlərə dək.